Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Vel akibetu lil muttaqin. Ve la udvana illa ala zalimin. Rabbi şrahli sadri. Ve yessirli emri. Vehlul uqdeten min lisani yafkahu qavli. Emma ba'd. Möhtərəm qardaşlar, bugün inşallah Tamamul Minnə fi Fiqhil Kitab və Sahih-i Sünnə kitabının 3-cü dərsini götürəcəyik və biz qaldıq, deməli, suların əhkamını götürdük və içilmiş sudan qalan artıq suyun əhkamlarını götürdük və indi gəldik, çatdıq nəcasətin əhkamlarına. Və müəllif deyir ki, əhkamul nəcasət, nəcasətlərin əhkamları və fihi məsail. Və burada müxtəlif məsələlər vardır. Əl-məsələtül ulə vücubu izalətun nəcəsə. Birinci məsələ, nəcasəti təmizləməyin vacibliyi. Qalə Teala və siyəbəkə fətəhhir. Uca Allah demişdir ki, və libasını təmizlə. Müddəssir surəsi 4-cü ayə. Və qalə sallallahu aleyhi və səlləm əksərə əzəbil qabri minəl bəvli. Peyğəmbər sallallahu aleyhi və səlləm hədis-i şərifdə demişdir ki, qəbir əzabının əksəriyyəti bövüldəndir. Bövül yəni sidikdəndir ki, yəni insan ayaq yoluna getdiyi zaman, su başına çıxdığı zaman həmin sidikdən qorunmaz və libasına, bədəninə və sairə hissələrinə sıçrayar ki və eləçinə gəzər ki, qəbir əzabının da çoxu bax bundandır. Bu hədis səhihdir. Hədisi İbn-i Macə Sünən kitabında rəvayət etmişdir. 348 sayılı rəvayət. İmam Əhməd Əl-Müsnəd kitabında 2-ci cild 389-cu səhifə, Əl-Hakim Əl-Müstədrək kitabında 1-ci cild 183-cü səhifə və İbn Əbi Şeybə Əl-Müsənnəf kitabında 1-ci cild 115-ci səhifə. Əl-Hakim bu hədisi səhihləmişdir və iki şeyxin, yəni Buxarı və Müslimin şərtinə uyğun olduğunu demişdir ki, İmam Əz-Zəhəbi də Təlxisul Mustadrəkdə buna müvafiqət etmişdir. Bundan sonra müəllif demişdir ki, və ən Əbi Səid Əl-Xudri fi qissəti xəl'ihi sallallahu aleyhi və səlləm li nə'lihi fi's-salət qalə İnnə Cibrilə ətəni fə əxbərəni ənə fihimə qazara. Əl-hədis. Demə, müəllif bu hədisi müxtəsər gətirir burada. Əbu Səid Əl-Xudridən gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin namazda ayaqqablarını çıxarması qıssasını və demişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm şübhəsiz ki, Cəbrail mənə gəldi və xəbər verdi ki, bəs onlarda, yəni ayaqqablarımın üstündə, yəni nəcasət var idi. Nəcasətin izi var idi və bu səbəbdən də mənə əmr etdi ki, ayaqqablarımı çıxarım və mən də onları çıxartdım. Bu hədisi səhihdir. Əbu Davud rəvayət etmişdir. Sünən kitabında 650 sayılı rəvayət. İmam Əhməd rəvayət etmişdir. Əl-Müsnəd kitabında 3-cü cild 92-ci səhifə və İbn-i Xuzeymə rəvayət etmişdir. Əs-Səhih kitabında 1017-ci rəvayət və Şeyx Albani rahiməhullah Əl-İrvaul Qalil kitabında bu hədisi səhihləmişdir. 284 sayılı rəvayət. Bundan sonra müəllif deyir ki, və səyatil hədis fi axirə əbvabin nəcəsə və qeyri zəlikə minəl əhadis məskura fil bəb əlləti tədullu alə vücubi izaləti nəcəsə. Deyir ki, bu hədis nəcasət bablarının axırında
gələcəkdir yenə və həmçinin başqa hədislər, bu baba aid olan, bu məsələyə aid olan başqa hədislər ki, hansı ki, nəcasətin izinin, yəni təmizlənməyi, gidərməyin vacib olmasına dəlalət edir. Bundan sonra müəllif deyir ki, Əl-məsələtu səniyyə ənvəun nəcasət. İkinci məsələ, nəcasətlərin növləri. Və buna aid olan haşiyədə buyurur ki, Əl-məqsud fi həzil məsələ zikra mə təkəlləm fihil uləmə bin nəcasət səvəun ittəfəq aleyhi əm ixtələfu fihi mə bəyanər raci min kəvnihi tahirəm əm necisən. Bu məsələdən məqsəd odur ki, yəni alimlərin nəcasət barədə qeyd etdikləri, istər deyir, bunun üzərində nəcis olmasında ittifaq edilsin, istər ixtilaf edilsin, bu məsələlər qəsd olunur ki, biz bunun təmiz və ya nəcis olmasını, yəni racih olaraq bəyan edəcəyik. Bundan sonra müəllif nəcasətin növlərini sayaraq demişdir ki, əvvələn əl-meytə, birincisi meyit, yəni ölmüş heyvan. Və hiyə kullu mə mətə dunə təskiyyə. Bu, yəni kəsilmədən ölmüş bütün heyvanlara şamil edilir. Yəni ki, bütün yeyilməsi halal olan heyvanlar, ətləri yeyilməsi halal olan heyvanlar hansı ki, yəni şəri qaydada kəsilməzsə, boğazından kəsilməzsə və qana axıdılmazsa və ölərsə, bu zaman o meytə sayılır ki, ölmüş heyvan. Və dəlilu alən nəcasətil meytə mə sabit fi sahihəyni ən İbn Abbas radiyallahu anhuma qalə tusuddiqa alə məvaləti li meymunə bi şətin fəmətət فمر بها رسول الله صلى الله عليه وسلم فقال هل أخذتم إهابها فدبغتموه فانتفعتم به فقالوا إنها ميتة فقال إنما حرم أكلها. Meytənin nəcis olmasının dəlili iki səhihdə, Buxari və Müslimin səhihində İbn Abbasdan, Abdullah İbn Abbas radiyallahu anhumadan sabit olan hədisdir ki, demişdir ki, deməli, Meymunənin mövlası ona bir qoyun sədəqə vermişdi və o da bir müddətdən sonra öldü və onun meytini, deməli, Peyğəmbər sallallahu əleyhi və səlləmin yanından apararkən, keçərkən, Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, bəs onun dərisini kəsin götürün və onu dibağlayın, aşılayın və ondan faydalanın. Dedilər ki, bəs ey Allahın Rəsulu, bəs o meytədir, ölmüşdür. Peyğəmbər sallallahu əleyhi və səlləm bunun üzərinə dedi ki, onu yalnız yemək haramdır. Yəni onun yalnız ətini yemək haramdır. Amma onun məsələn, dərisindən, yəni bu ona dəlalət edir ki, onun dərisindən faydalanmaq, istifadə etmək caizdir. Bu hədisi Əl-Buxari Səhih kitabında 1492 və 2221 və 5531 saylı hədislərdə rəvayət etmişdir. Və İmam Müslim Səhih kitabında 363 saylı rəvayət və Əbu Davud Sünən kitabında 4120 saylı rəvayət və Ət-Tirmizi Sünən kitabında 1727 saylı rəvayət və Ən-Nəsai Sünən kitabında 7-ci cild 172-ci səhifədə rəvayət etmişlər. Bundan sonra müəllif sözünə davam edərək demişdir ki, və ənhu ənə Rasulallah sallallahu aleyhi ve sellem qalə əyyumə ihabin dubiğə fəqad tahur. Deməli, həmsinin Abdullah İbn Abbas radiyallahu anhumadan rəvayət edilmişdir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir ki, hansı dəri
dibağlanarsa, yəni aşılanarsa, artıq təmiz olar. Və bu hədisi İmam Müslim Səhih kitabında rəvayət etmişdir, 366 sayılı rəvayət, və Əbu Davud Sünən kitabında 4123 sayılı rəvayət, Ət-Tirmizi Sünən kitabında 1728 sayılı rəvayət, Ən-Nəsai Sünən kitabında 7-ci cild 173-cü səhifə və İbn-i Macə Sünən kitabında 3609 sayılı rəvayət və İmam Malik Əl-Muvatta kitabında 2-ci cild 498-ci səhifə və İmam Əhməd Əl-Müsnəd kitabında 1-ci cild 280 və 270-ci səhifələrdə rəvayət etmişlər. Bu rəvayətlər barədə, yəni müəllif həmçinin sözünü davam edərək deyir ki, فَدَّلَّ ذَلِكَ عَلَى أَنَّ الْأَسْلَ فِي الْمَيْتَ النَّجَاسَ وَأَنَّ تَطْهِيرَ جِلْدَهَا يَكُونُ بِالدِّبَاغ. Demişdir ki, yəni bu hədislər, bu dəlillər buna dəlalət edir ki, meytənin nəcis, yəni əsli meytənin nəcis olmasıdır. Amma onun dərisinin dibağlanması, yəni aşılanması ilə onu təmizləmək mümkündür. Bax belə. Və sonra demişdir, sözünə davam edərək ki, və mə'anəl əl-ihəb əl-cildu qabləd-dibağ. Əl-ihəb kəlməsinin mənası, yəni dibağlanmamışdan qabaq dərinin adıdır, dəriyə deyilir. Dibağlanma, yəni aşılanmamışdan qabaq. Bundan sonra müəllif demişdir, və yulhəqu bi hukmil meytə mə yəti. Həmçinin, deməli, meytənin hökmünə aşağıdakı məsələlər əlavə edilir. İzə qutiyə minəl bəhiməti şeyun qablə zəbihə fəhvə meytə. Demişdir ki, əgər, deməli, heyvandan, diri heyvandan kəsilməmişdən öncə, yəni onun hər hansı bir əzası kəsilərsə, yəni boynu kəsilməmişdən öncə hansısa bir parçası, əzası kəsilərsə, onun hökmü meytənin hökmü kimidir və o da həmin meytə kimi olur. Fən Əbi Vaqid Əl-Leysi radiyallahu anhu qalə Nəbi sallallahu aleyhi və səlləm mə qutiyə minəl bəhiməti və hiyə heyyətun fəhvə meytət. Demişdir ki, deməli, Əbu Vaqid Əl-Leysi radiyallahu anhudan rəvayət edilmişdir ki, demişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, yəni heyvandan diri-diri hansısa bir parçası kəsilmiş olarsa, o meytə hökmündədir. Yəni onun hökmü kəsilmiş parça haramdır və ona artıq o hissəni yemək olmaz. Bu hədis səhihdir. Əbu Davud rəvayət etmişdir Sünən kitabında 2858 sayılı rəvayət, Ət-Tirmizi Əs-Sünən kitabında 1480 sayılı rəvayət, həmçinin İbn-i Macə Əs-Sünən kitabında 3616 sayılı rəvayət və İmam Əhməd Əl-Müsnəd kitabında 5-ci cild 218-ci səhifədə rəvayət etmişlər. Lakin İbn-i Macə və Əhməd bu hədisi Abdullah İbn Ömərdən rəvayət etmişlər. Bundan sonra müəllif demişdir, فَعَلَى هَذَا مَا يُقْتَى مِنْ سَنَمَةِ الْجَمَلِ اَوْ أَلِيَةِ الدَّانِ اَوْ مَا يَفْعَلُهُ بَعْضُ مَنْ يَتَوَلَّوْنَ الزَّبْهَ فِي الْمَزَابِهِ الْعَامَّةِ مِنْ قَطْعِ الْأَذَنِ اَوْ بَتْرِ قَدَمِ وَنَحْوَهُ يَدْخُلُ فِي حُكْمِ الْمَيْتَ فَلَا يَحِلُّ أَكْلُهُ وَهُوَ نَجِسٌ. Demişdir ki, bunun üzərində bina edilərək, yəni dəvənin belindən və ya inəyin quyruğundan
və ya ümumi deməli heyvan kəsilən yerlərdə bəzilərinin yəni etdiyi əməllər hansı ki, məsələn, qulaqları kəsmək və ya ayaq hissənin parçasını kəsmək və ya buna bənzər şeylər, bunların hamısı yəni meytə hökmünə daxildir və onları yemək halal deyildir və o nəcisdir hamısı. Bundan sonra müəllif meytəyə şamil edilən məsələlər barədə qeyd edir, deyir ki, əl-heyvanu qeyrəl məkulul ləhim, əti yeyilməyən heyvanlar, hukmul meytə, onların da hökmü meytənin hökmü kimidir. Hətta ləvzukkiyə bizəbhin, hətta yəni şəri qaydada kəsilmiş olmuş olsa da, yəni əgər hətta boğazlarından kəsilmiş olsa da, qana axıdılsa da, onların hökmü meytənin hökmü kimidir. Çünki onların ətini yemək halal deyildir. İzmin şurutu sihhəti təskiyyə. Halbuki, yəni əti yeyilməsi üçün heyvanın boğazının kəsilməsi, yəni yeyilməsinin səhiliyi üçün şərtdir, şərtlərdəndir. Hillul muzakka, hansı ki bu zaman yeməli kəsilmiş heyvan halal olmuş olur. Bunun da dəlili fəfis səhihəyni ən Sələmə ibn-əl-Əkvə radiyallahu anhu qala ləmmə əmsəl yevmul-ləzi futihət aleyhim fihi Xeybər əvqadu neyranan kəthira fəqala Rasulullah sallallahu aleyhi ve sellem mə həzihin nər alə eyyü şeyin tuqidun qalu alə ləhmin qalə alə eyyü ləhmin qalu alə ləhmil humurul insiyyə fəqalə əhrikuhə vəksiruhə fəqalə rəculun ya Rasulallah əv nuhrikuhə əv nəğsilhə fəqalə əv zəkə. Bunun dəlili Əl-Buxari və Müslimin səhihlərində Salamə ibn-əl-Əkvadan radiyallahu anhudan rəvayət edilmiş hədisdir ki, demişdir ki, deməli, Xeybər qalası fəth edildiyi günün axşamında, deməli, çoxlu sayda odlar qalanmışdı və bunu görən Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, bu odlar nədir? Hansı ki, onları qalamışsınız. Dedilər ki, bəs ət, həmin qablarda, həmin odların üzərində, qabların içində ətləri bişiririk. Bunun üzərinə Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, hansı ətlər? Dedilər ki, ev eşşəklərinin ətləri. Bunun üzərinə Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, onları söndürün və qabları, onları yəni aşırın və qabları da sındırın. Və bunun üzərinə bir kişi, bir nəfər dedi ki, ey Allahın Rəsulü, yəni bəlkə içindəkiləri ataq və qabları yuyaq və bunun üzərinə Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, ola bilər. Və belə hökm verdi. Bu hədisi də İmam Əl-Buxari Səhih kitabında rəvayət etmişdir. 6331 sayılı rəvayət və İmam Müslim Səhih kitabında 1802 sayılı rəvayət və İbn-i Macə Sünən kitabında 3195 sayılı rəvayətdə rəvayət etmişlər. Bundan sonra müəllif demişdir. Fəhədəl hədisu yustədəllu bihi alən nəcasəti ləhmil heyvanəl-ləzi lə yu'kəl və in zukkiyə liənnəl əmra bi kəsril əniyyə əvvələn thumməl ғasl səniyən yədullu alən nəcasəti və fi bədir rəvayət təsrih bi nəcasətihə və zəlikə qavluhu innəhə ridsun. Deməli, müəllif demişdir ki, bu hədis ona dəlalət edir ki, yəni
yeyilməsi haram olan heyvanların ətləri nəcisdir, hətta şəri qaydada kəsilmiş olsa da. Çünki bu səbəbdən, yəni, birinci Peyğəmbər sallallahu əleyhi və səlləm o qabları sındırmağa əmr edir, ikincidə isə yumağı əmr edir. Ona dəlalət edir ki, bunlar nəcasətdir. Və həmçinin bəzi rəvayətlərdə açıq aydın ləfslə onların nəcis olması bəyan olunmuşdur və o hədislərdə deyilir ki, rəvayətlərdə ki, innəhə ritsun, yəni o nəcisdir ki, bu rəvayətləri həmçinin Əl-Buxari səhihdə rəvayət etmişdir, 5528 sayılı rəvayət və İmam Müslim səhih kitabında 1940 sayılı rəvayət ki, bu hədis Ənəs İbn Malik radiyallahu anhudan rəvayət edilmişdir. Bundan sonra müəllif demişdir ki, və yüstəsnə min zəlikə umur. Deməli, bu məsələlərdən lakin istisna edilir. Yəni ki, istisna edilir ki, onları yemək halaldır, haram deyildir. Birincisi, əvvələn, meytətus səmək vəl-cərad. Birinci, balıq və çəyirtkənin meytəsi, ölüsü. Deməli, müəllif sözünə davam edərək demişdir ki, fəinnəhumə tahirətəni. Bunların ikisi də paçdır, təmizdir. Yəni, onların ətindən yemək olar. Li hillihimə. Çünki onları yemək, yəni ölüsünü də yemək halal edilmişdir. Və mimmə yədullu alə hilli meytətil bəhri qavluhu sallallahu aleyhi və səlləm fihi huvə tahuru məuhu və hillu meytətuhu. Deməli, dənizin ölüsünün yeməyin halal olmasına dəlalət edən Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisidir ki, onun suyu təmiz və meyti də, ölüsü də halaldır. Bu hədis yuxarıda biz qeyd etmişdik. Bu hədisi səhihdir. Əbu Davud rəvayət etmişdir Sünən kitabında 83 sayılı rəvayət, Ət-Tirmizi Sünən kitabında 69 sayılı rəvayət, Ən-Nəsəyi Sünən kitabında 1-ci cild 50-ci səhifə və İbn Məcə Sünən kitabında 386 sayılı rəvayət etmişlər. Bundan sonra müəllif demişdir ki, və alə həzə fəyubəhu meytətul bəhri alə əyyü halətin vücid tafiyyən kənə və qeyri tafin və səvəu kənə bifili adəmi əv qazfə bihil bəhr əv nəhvə zəlik. Demişdir ki, bunun üzərində bina edilərək, deməli, dənizin ölüsü ondan yemək mübahdır, hansı halda tapılarsa, istər suda üzən olsun və istər suda üzən olmasın, istər insan onu tutsun, torla və s. və ya dəniz onu bayra atsın və ya başqa bir halda, hansı halda olur olsun, onu yemək halaldır. Bundan sonra müəllif demişdir. Və əmməd dəlil ələ hillil cərad fəən İbni Əbi Əvfə radiyallahu anhu qalə ғazavnə mə'ən nəbi sallallahu aleyhi və səlləm səbə ғazvat əv sittən nə'kul mə'hul cərad. Deməli, amma çəyirtkənin, ölüsünün yeməyi halal olmasının dəlilinə gəlincə İbni Əbi Əvfə radiyallahu anhudan rəvayət edilmişdir ki, demişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ilə biz 7 və ya 6 qəzvədə, yəni döyüşdə döyüşdük ki, biz həmin vaxtı onunla birlikdə çəyirtkəni yemişik və bu hədisi həmin zaman, yəni çəyirtkə yeyərdik. Deməli, İmam Əl-Buxari rəvayət etmişdir bu hədisi səhih kitabında 5495 sayılı hədis və İmam Müslim 1952 sayılı hədis və Əbu Davud 3812 sayılı hədis və Tirmizi 1822 sayılı hədis
və İmam Nəsai Sünən kitabında 7-ci cild 210-cu səhifədə rəvayət etmişlər. Bundan sonra müəllif demişdir: Qaləl Hafiz İbn Həcər Əl-Əsqalani rahiməhullah və qad əcməl uləməu alə cəvazi əklihi bi qeyri təskiyyə. Deməli, İbn Həcər Əl-Əsqalani rahiməhullah demişdir ki, alimlər icma etmişlər ki, bu heyvanları, yəni balıq və çəyirtkəni kəsmədən də yeməyin halal olmasının, caiz olmasında alimlər icma etmişlər. Bunu İbn Həcər Əl-Əsqalani Səhih-ül Buxariyə yazdığı şərhdə Fəthül Baridə demişdir, 9-cu cild 621-ci səhifədə. Bundan sonra müəllif deməli, meytənin hökmündən istisna edilən məsələləri qeyd edərək demişdir ki, Səniyən əzməl meytə və şə'rihə və qarnihə və zufurihə və nəhvə zəlik əddəl cild. Ölmüş heyvanın, meytənin dərisindən başqa deməli, sümüyü, tükü, buynuzu və dırnağı aid olan məsələlər. Müəllif demişdir ki, tahirun izə lə dəlilə alə nəcasətihi. Bütün bunlar təmizdir, çünki onların nəcis olmasına dəlil yoxdur. Və həzə mə rəcahahu Şeyxülislam İbn Teymiyyə rahiməhullah fil fətavə. Qalə və həzə qavlu cümhurus sələf. Bu deməli, Şeyxülislam İbn Teymiyyə rahiməhullahın fətavasında, yəni Məcmul fətavasında tərcih etdiyi rəydir və demişdir ki, bu sələfin cümhurunun rəyidir. Deməli, İbn Teymiyyə Məcmul fətava 21-ci cild 100-cü səhifə. Bundan sonra müəllif demişdir: Qalə Zuhri rahiməhullah fi izamil mevtə nəhvəl fil və qeyrihi adraktu nasan min sələfil uləmə yəmtəşitunə bihə və yəddəhinunə. Deməli, demişdir ki, ölmüş heyvanın sümüyü ilə əlaqəli olan ümumiyyətlə və başqa şeylər barədə, məsələn, fil və başqa heyvanların, demişdir ki, sələfin alimlərindən insanlara ulaşdım, çatdım ki, onlar həmin sümüklərdən hazırlanmış daraqlarla daranardılar və onların yağından istifadə edərdilər. Necə ki, bunu İmam Əl-Buxari səhihində müəlləq hədis rəvayətlə, sənədlə rəvayət etmişdir. Qısaldılmış sənədlə, yəni 1-ci cild 342-ci səhifədə. Bundan sonra müəllif, deməli, meytədən istisna olan məsələləri gətirərək üçüncüsünü qeyd edir. Deyir ki, və əmmə cildil meytə, amma ölmüş heyvanın dərisinə gəlincə, fə innəhu necisun, lakinnəhu yədhuru bid-dibaq. O nəcisdir, amma dibaqlanmaq ilə, yəni aşılanması ilə təmiz olur. Fəən İbn Abbas radiyallahu anhuma qalə tusuddiqa alə məvlətili meymunə bi şətin fəmətət fəmərra Rasulullahi sallallahu aleyhi ve sellem fəqalə həllən əxəztum ihəbəhə fədəbəqtumuhu fəntəfə'tum bihi əl-hədis. Deməli, demişdir ki, meytənin dərisi nəcisdir, lakin onun dibaqlanması onu təmiz edir. Bu barədə Abdullah ibn Abbas radiyallahu anhumadan hədis rəvayət edilmişdir, demişdir ki, Meymunənin mövlası ona qoyun sədəqə vermişdi və bir müddətdən sonra həmin
heyvan öldü və Peyğəmbər sallallahu əleyhi və səlləmin yanından keçərkən, apararkən Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, onun dərisini götürün və dibağlayın və ondan faydalanın. Əl-hədis. Demək, bu hədisi Əl-Buxari Səhih kitabında 1492 2226 saylı hədislərdə rəvayət etmişdir və İmam Müslim Səhih kitabında 363 saylı rəvayət və Əbu Davud Sünən kitabında 4120 saylı rəvayət və Ət-Tirmizi Sünən kitabında 1727 saylı rəvayət və Ən-Nəsai Sünən kitabında 7-ci cild 172-ci səhifədə rəvayət etmişlər. Bundan sonra müəllif sözünə davam edərək demişdir ki, və ənhu əydən qalə sallallahu aleyhi və səlləm əyyümə ihabin dubiğə fəqəd tahur. Demə, həmçinin Abdullah ibn Abbas radiyallahu anhumadan rəvayət edilmişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, hansı dəri aşılanarsa artıq təmiz olar. Bu hədisi İmam Müslim Səhih kitabında 366 saylı rəvayət, Əbu Davud Sünən kitabında 4123 saylı rəvayət, Ət-Tirmizi Sünən kitabında 1728 saylı rəvayət və Ən-Nəsai Sünən kitabında 7-ci cild 173-cü səhifədə rəvayət etmişdir və həmçinin İbn Məcə Sünən kitabında 3609 saylı hədisdə rəvayət etmişlər. Bundan sonra müəllif demişdir ki, və təqəddəm ənnə mə'nə əl-ihəb əl-cildu qablə dibağ. Qabaqda keçdi ki, ihabın mənası, yəni dibağlanmamışdan, aşılanmamışdan qabaq dəriyə deyilir. Bundan sonra müəllif deməli, ayrıca məsələ açır. Məsələ həl yutahhiru dibağ kullil culud. Deməli, məsələ bütün dərilər dibağlandığı zaman təmiz olurmu? Belə bir məsələ açır müəllif və deyir: Zəhəbə bədu əhləl ilmi ilə ənəd dibağa yutahhiru kullil culud hətta cildil kəlbi vəl xinzir. Deməli, demişdir ki, elm əhlindən bəziləri demişlər ki, bütün dərilər aşılandığı, dibağlandığı zaman, dibağlandıqdan sonra təmiz olar. Hətta it və donuzun dərisi də li-umumi qavlihi əyyümə əlləti tədullu aləl-umum. Və bunu da dəlil gətirərkən hədisdə keçən əyyümə kəlməsinə istinad etmişlər, bu kəlmənin ümumisinə. Çünki bu kəlmə ümumiliyi ifadə edir. Və raccəhə zəlikə Şəvkani və Sən'ani və huvə məzhəbu Əbu Hanifə və əshabuhu və Malik və Şafii və istəsnə Hənəfiyyətu cildəl xinzir və istəsnə Şafii kəlb vəl xinzir. Deməli, müəllif demişdir ki, bu rəyi, yəni bütün dərilər aşılandıqdan sonra tamiz olur, pak olur rəyini Şəvkani, Əs-Sən'ani, Əbu Hanifə və onun əshabı, Malik və İmam Şafii deməli tərcih etmişlər. Yalnız Hənəfi məzhəbi alimləri donuzun ətini, donuzun dərisini istisna etmişlər. İmam Şafii isə it və donuzun dərisini istisna etmişlər ki, onlar təmiz olmazlar, onlar nəcis olarlar, nəcis olmağa davam edərlər. Bundan sonra müəllif demişdir: və yara əxərun ənnə mə kənət tuhilluhu zəkət zəbh fə innə cildə meytətihi yədhuru bid-dibəğ və alə həzə fələ yədhuru illə cildi meytə mə'kul ləhmə fəqat İzə dubiq və dəliluhum mə varada fi ba'dil əlfazil hədis zəkatuha dibəğuha. Deməli, müəllif demişdir ki,
Başqa alimlər isə bu görüşdədir ki, yalnız yeyilməsi halal olan heyvanların, deməli, ölmüş heyvanların dərisi dibağlandığı zaman halal olur və bunun üzərində qurmuşlar qaydanı. Və hansı heyvan ki, yeyilməsi halaldır, onun ölmüş dərisindən dibağlandığı zaman ondan istifadə etmək halal olur. Bunların da dəlili necə ki, hədisin bəzi ləfslərində gəlmişdir ki, onun kəsilməsi, onun dibağlanmasıdır. Necə ki, bu rəvayət səhihdir. İmam Ən-Nəsai rəvayət etmişdir. Sünən kitabında 7-ci cild 174-cü səhifə və Ət-Təbərani Mucəmül Kəbir kitabında 6342 sayılı rəvayət və İmam Əhməd 3-cü cild 476 sayılı rəvayət və qalə Hafiz fi Təlxisil Həbir, həmsinin Təlxisil Həbirdə Hafiz İbn Həcər 1-ci cild 41-ci səhifədə demişdir ki, isnaduhu sahih, isnadı səhihdir. Ondan sonra müəllif demişdir ki, fəddəbğu izən li cildil meytə bi məsabəti zəkatı lil heyvan. Yəni, aşılanması, dərinin, ölmüş heyvanın dərisinin aşılanması, deməli, o heyvanın kəsilməsinin dəlalət edir. Bundan sonra müəllif demişdir, ikinci rəy alimlərin adını qeyd edərək və həzəl qavlu huvə qavlu əl-Əvzai və İbn-i Mübarək və İshaq ibn Rahuveyh və Əbi Savur və rəcəhahu Şeyxul İslam fil-Fətava və rəcəhahu Şeyx İbn Useymin fi Şərhil Mumti alə Zadil Mustaqna. Deməli, bundan sonra müəllif demişdir ki, bu rəyi İmam Əl-Əvzai, İbn-i Mübarək, İshaq ibn Rahuveyh, Əbi Savur demişdir. Həmçinin Şeyxul İslam İbn Teymiyyə fətavasında bu rəyi tərcih etmişdir. Həmçinin İbn-i Useymin, rahiməhullah, Şərh-i Mumti alə Zadil Mustaqna kitabında bu rəyi tərcih etmişdir. Deməli, Məcmul Fətava İbn Teymiyyənin 21-ci cild 95-ci səhifə və Şərh-ül Mumti İbn Useyminin 1-ci cild 74-75-ci səhifələr. Bundan sonra müəllif haşiyədə sözünə davam edərək demişdir ki, və indi vallahu ələm ənə dəbğu yutəhhir cəmiyyül cülud lakinnehu la yubahu minhu ma təbihahu zəkat kətəami məsələn əv təbxəti li əxzi mirqatihi illə cildil mə'kulul ləhim fəbihəzə nukavvunul cəmiyyən beynə rivayət fəddəbğu yuhtəsu fi cildi meytə mə'kulul ləhim şeyəyn və humə əl-hillu və təharət amma meytət qeyri mə'kulul ləhim فلا يهتس فيه إلا الطهارة فقط وانظر نحو هذا من كتاب المجموع للنووي. Müəllif demişdir ki, mənim nəzdimdə Allah bilir, yəni bütün heyvanların, bütün dərilərin dibağlandığı zaman, aşılandığı zaman pak olur. Lakin onlardan istifadə etmək mübah olmur. Və belə deyir, hansı heyvanlar ki yeyilməsi halaldır, onların əti də yemək halaldır. Həmçinin deməli, dəriləri də dibağlandıqdan sonra istifadə etmək halaldır. Amma əti yeyilməyən heyvanlar gəldikdə isə yəni əti yemək haramdır, lakin dibağlandıqdan sonra dərisindən istifadə etmək mübahdır. Necə ki, bu barədə qeyd edir müəllif və deyir ki, yəni, baxışla bu məsələ barədə İmam Nəvəvinin Məcmu kitabına 1-ci cild 229-cu səhifə
Beləliklə, müəllifin bu sözündən açıq aydın görsənir ki, müəllif ikinci rəyə meyl edir ki, hansı ki, yəni bütün dərilər aşılandıqdan sonra təmiz olur, lakin onları istifadə etməyə gəlincə, yeyilməsi halal olan heyvanları bütün işlərdə istifadə etmək olar o dəriləri, lakin yeyilməsi halal olmayan dəriləri isə yalnız təsərrüfat və ya məsələn yardımçı işlərdə istifadə etmək. Yeyinti və içmə qablarının kimi, yəni onlardan düzəldib istifadə etmək olmaz. Çünki onlardan istifadə etmək halaldır, lakin pak deyirlər. Bundan sonra müəllif deməli, meytədən istisna edilən məsələləri qeyd edərkən dördüncüsünü qeyd edir və buyurur ki, deyir ki, və əmmə ləbənul meytə və infəhətuhə, yəni meytənin südü və onun qarnından çıxan, yəni pendirə bənzər sarı maddə. Fəqəd qalə İbn-i Teymiyyə rahiməhullah və ləəshar ən infəhətəl meytəti və ləbənəhə tahirun və zəlikə liənnə səhabə ləmmə fətəhu bilədil İraq əkəlu cübnəl məcus və kənə həzə zahirən şaiyyən beynəhum. Deməli, Şeyxülislam İbn-i Teymiyyə rahiməhullah demişdir ki, yəni aşkar olan, zahir olan hökm budur ki, meytənin qarnından çıxan sarı məhlul hansı ki, ondan pendir düzəldilir və ya onun südü təmizdir. Çünki sahabələr İraq ölkəsini, İraqı fəth etdikləri zaman onlar məcusi pendirindən yemişlər və bu onların arasında aşkar idi və yaygın idi. İbn-i Teymiyyə Məcmu'l Fətava 21-ci cild 103-cü səhifə. Bundan sonra müəllif deyir ki, və infəhətu şey'un əsfər yaxrucu min bətnil heyvan yu'sar fi sufəti mubtəllə filləbəni fəyəqluz. Deməli, Lisanul Arab İbn-i Munzir 28-ci cild 624-cü səhifədə deməli, müəllif deyir ki, infəhə, yəni sarı bir şeydir ki, məhluldur ki, hansı ki, heyvanın qarnından çıxar və onunla qarışıldığı zaman, süd qarışıldığı zaman, yəni burada məqsəd pendir qəsd olunur. Yəni, onun qarnından yəni, pendir çıxarsa, yəni hazır olarsa və ondan pendir hazırlanarsa, yəni həmin maddədən, sarı maddədən, yəni o qəsd olunur. Bundan sonra müəllif 5-ci məsələni gətirir və deyir ki, meytə mələ nəfsələhu sailə, yəni axan qanı olmayan heyvan, ölmüş heyvanın yəni meytəsi vəl-muradəlləzi lə yəsilu ləhu dəmun İzə mətə əvcuri kəz-zübəb vəl-cərad vəl-əqrəb. Bundan da murad odur ki, yəni öldüyü zaman qanı çıxmayan, qanı axmayan heyvanlar qəsbəyə yaralandığı zaman, bundan da məqsəd milçək, deməli, çəyirtkə və əqrəbdir. Və bunu kimi heyvanlardır. Bundan sonra müəllif deyir ki, fəhədə lə təncusu bi məvtihə. Və deyir, o deyir, bu cür heyvanlar deyir, ölməsi ilə nəcis olmaz. Və istədəlləl uləmə alə zəlikə bimə səbətə fi səhihəl Buxari ən Əbi Hüreyrət radiyallahu anhu. Qalə Rasulullahi sallallahu aleyhi ve sellem İzə vəqə'əz-zübəbu fi şurəbi əhədukum fəliyəğmishu kulləhu thumma li yutrahhu fə innə fi əhədi cənəhəyhi dəun və fil əxər dəvə. Deməli,
alimlər bununla istidlal etmişlər ki, hansı ki, Səhih Buxaridə, İmam Əl-Buxarinin səhihində sabitdir ki, Əbu Hureyrədən rəvayət edilmişdir radiyallahu anhu ki, demişdir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, sizdən birinizin qabına, yəni içdiyi qaba, yediyi qaba əgər bir milçək düşərsə, qoy onu təzdən onun içinə salsın, götürsün və onun içinə salsın, sonra onu tollasın, yəni milçəyi tollasın. Çünki deyir, milçəyin bir qanadında yəni xəstəlik var, yəni zəhərə bənzər maddə var və o biri qanadında isə o zəhərin və ya o xəstəliyin dərmanı vardır. Bu hədisi İmam Əl-Buxari rəvayət etmişdir Səhih kitabında 3320-ci hədis və 5782-ci hədis və Əbu Davud Sünən kitabında 3844 saylı rəvayət və İbn-i Macə Sünən kitabında 3505 saylı rəvayətdə rəvayət etmişlər. Bundan sonra müəllif deyir ki, فَلَمْ يَأْمُرْ بِإِرَاقَةِ الشَّرَابِ وَمَعْلُومْ أَنَّهُ لَوْ كَانَ يُنَجِّسُهُ لِأَمَرَ بِإِرَاقَتِهِ وَاللّٰهُ أَعْلَمْ demişdir ki, və yəni Peyğəmbər sallallahu aleyhi ve sellem həmin qabda olan yemək və ya içməyin atılmasını əmr etmədi. Məlumdur ki, əgər o nəcis olsaydı, yəni milçəyin ora düşməsi ilə həmin qabda olan şeylər nəcis olmuş olsaydı, əmr edərdi ki, həmin qabın içindəki şeylər atılsın. Allah bilir. Bundan sonra müəllif nəcasətin növlərindən olan ikinci məsələni qeyd edərək demişdir ki, Thəniyyən əyyü minən nəcasəti ləhməl xinzir. Yəni ikinci, hansı ki, nəcasətlərin növlərindəndir, donuzun əti. Qalə Teala, Qul lə əcidu fi mə uhiyyə iləyyə muharramən alə ta'amin yətəmuhu illə ən yəkuna meytətən əv dəmən məsfuhən əv ləhmə xinzirin fə innəhu ritsun. Uca Allah demişdir, de ki, mənə gələn vəhilər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Əl-Ən'am surəsi 145-ci ayə. Bundan sonra müəllif buyurur ki, və damiru fi qavlihi fə innəhu ritsun yərciu ilə əqrəbil məskur və huvə ləhməl xinzir. Müəllif demişdir ki, yəni fə innəhu ritsun kəlməsindəki hə ki var, yəni hə damiri deməli, yaxın olana, zikr edilmiş yaxın olana qayıdır ki, bu da donuzun ətidir. Bundan sonra müəllif demişdir, Səlisən bəvlül ədəmi və qayituhu. Bundan sonra yəni deməli nəcasətlərin növlərindən üçüncü məsələni qeyd edir müəllif və deyir ki, insanın bövlü, yəni sidiyi və böyük bayraq yedməsi. Qalə Siddiq Həsən xan rahiməhullah bəl nəcasətuhuma min bəbi darurətü diniyyə kəmə lə yəxfə alə mən ləhu iştiğalun biədilləti şər'iyyə. Siddiq Həsən xan rahiməhullah demişdir ki, belə ki, bunların ikisinin də nəcis olması dinin zərurətləri babındandır, mövzusundandır. Necə ki, şəri dəlillər ilə məşğul olan hər bir kəsə bu gizli qalmaz. Bundan sonra müəllif sözünə davam edərək demişdir, əmməl qayid, yəni insanın arxa övrətindən çıxan pisliyə deyilir.
və hədis gətirir müəllif Fən Əbi Hüreyrət radiyallahu anhu ənə Rasulallahi sallallahu aleyhi ve sellem qalə İzə vətiyə əhədukum bina'lihil əzə fə innət turabə ləhu tahurun. Demişdir ki, əgər sizdən birinizin ayaqqabısına bir nəcis, ona əziyyət verən, yəni nəcis bulaşarsa, yəni bilsin ki, şübhəsiz ki, torpaq onu təmizləmiş olar, torpaq onu təmizləyər. Bu hədis səhihdir. Əbu Davud rəvayət etmişdir Sünən kitabında 385 sayılı rəvayət və 386 sayılı rəvayət və Əl-Hakim Müstədrək kitabında 1-ci cild 166-cı səhifədə və Əl-Beyhəqqi 2-ci cild Sünən kitabında 2-ci cild 430-cu səhifədə və İbn Xuzeymə Səhih kitabında 292 sayılı rəvayətdə rəvayət etmişlər. Bundan sonra müəllif ikinci hədisi gətirir və buyurur ki, və Ənəs İbn Malik radiyallahu anhu qalə kənən nəbi sallallahu aleyhi ve sellem İzə təbərrəzə lihacətihi ateytuhu biməin fəliyəxtəsil bihi. Deməli, Ənəs İbn Malik radiyallahu anhudan rəvayət edilmişdir, demişdir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hacətini, ehtiyacını ödəmək üçün ayağı yoluna getdiyi zaman mən onun üçün su gətirərdim və o da ondan yuyunardı, həmin sudan yuyunardı. Bu hədisi Əl-Buxari Səhih kitabında 217 sayılı rəvayət və Müslim buna bənzərini İmam Müslim Səhih kitabında 270 və 271 sayılı rəvayətlərdə rəvayət etmişlər. Və bu hədislərdən belə hökm çıxır ki, insanın arxa övrətindən çıxan, yəni pislik, nəcisdir və ondan təmizlənmək vacibdir. Bundan sonra müəllif demişdir ki, və əmməl bəul, amma sidiyə gəlincə, onun nəcis olmasına gəlincə, fəən İbn Abbas radiyallahu anhuma قال مر النبي صلى الله عليه وسلم بحائط من هيتان المدينة فسمع الصوت الإنسانين يؤذبان في قبورهما فقال رسول الله صلى الله عليه وسلم يؤذبان وما يؤذبان في كبير ثم قال بلى كان أحدهما لا يستتر من بوله وكان الآخر يمشي بالنميمة. Deməli, Abdullah İbni Abbas radiyallahu anhumadan rəvayət edilmişdir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Mədinənin divarlarından bir divarın yanından keçərkən iki insanın qəbirlərində əzab edildiyini, səsini eşitdi və dedi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bu iki nəfərə, yəni əzab edilir və böyük şeyə görə əzab edilməz, yəni böyük şeyə görə əzab edilməz. Sonra dedi ki, bəli, onlardan birinə ona görə əzab edilir ki, çünki ayaq yoluna gedərkən böyül etdiyi zaman, yəni sidiyə getdiyi zaman ondan qorunmazdı, yəni onun bədəninə, paltarına və s. yerlərinə həmin sidikdən sıçrayardı və elənçinə də gəzərdi, təmizlənməzdi. Amma o birisine gəlincə, o da nəmimə edərək gəzərdi, yəni müsəlman, mömin şəxslərin qeybətini edərdi, hətta qeybət etdiyi şeylərin də bir şeylər artıraraq yayardı insanlar arasında. Bu hədisi Əl-Buxari Səhih kitabında 216 və 218 sayılı rəvayətlərdə və İmam Müslim Səhih kitabında 292 sayılı rəvayətdə və Əbu Davud Sünən kitabında 20 sayılı rəvayətdə və Ət-Tirmizi Sünən kitabında 70 sayılı rəvayətdə və Ən-Nəsai 1-ci cild 28-30-cu səhifələr və İbn Macə Sünən kitabında 347 sayılı rəvayətdə rəvayət etmişlər. Bundan sonra müəllif demişdir ki, və fi rivayətili Muslim
la yestenzih min bevlihi. Müslümin rivayetinde bu lafzda gelmiştir. Manalar eynidir. Vel maksudu adamu tahaffuz. Yani məqsəd də bundan budur ki, yəni qorunmazdır. Yəni bayıra gedərkən, ayaq yoluna gedərkən nəcasətdən təmizlik qorunmazdı və sıçrayardı üzünə, yəni bədəninə və üstünə, libasına ki, hələnsinə də gəzərdi və nəcis halında gəzmiş olardı. Bundan sonra müəllif sözünə davam edərək demişdir ki, və mimmə yədullu alə nəcasətihimə əydən hədisul ərabi əlləzi bələ fil məscid fəən Ənəs radiyallahu anhu ənnən nəbiyyə sallallahu aleyhi ve sellem ra'a ərabiyyən yəbulu fil məscid fəqalə dəuhu həttə izə fəraq dəə biməyin fəsabbəhu aleyhi muttafaqun aleyh. Deməli, müəllif demişdir ki, həmçinin bunun, yəni, nəcis olmasına dəlalət edən Ərabinin hədisidir ki, hansı ki, məscidə gəlir və bövlədir, ayaq yoluna gedir, kiçik ayaq yoluna. Necə ki, Ənəs ibn Malikdən radiyallahu anhu rəvayət edilmişdir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir Ərabini gördü ki, məsciddə bövlədir, ayaq yoluna gedir, kiçik ayaq yoluna və o dedi ki, durun, yəni başqa sahabələr istədilər onun üstünə gedib onu tənbih etsinlər və Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, durun ki, hətta qoy qurtarsın və ondan sonra əmr etdi ki, onun yəni etdiyi yerə su tökülsün və onunla təmizlənsin. Bu da hədis Əl-Buxari və Müslim ittifaq etmişlər bu hədisdə. Lakin bundan sonra müəllif sözünə davam edərək demişdir ki, Zədə İmam Muslim summa inna Rasulallah sallallahu aleyhi ve sellem da'ahu fəqalə ləhu inna həzihil məsəcid la təsluhu li şeyin min həzəl bəvli və ləl qazar innəmə hiyə li zikrilləhi və salatı və qiraətil Qur'an. Lakin İmam Müslümin səhihində bu ziyadə keçir ki, deyir ki, ondan sonra Peyğəmbər sallallahu aleyhi ve sellem həmin adamı çağıraraq ona dedi ki, şübhəsiz ki, bu məscidlər böyül və nəcis kimi şeyləri etmək üçün yararlı deyildir. Yəni, məscidlər yalnız Allahı zikr etməyə və namaz qılmağa və Quran oxumaq üçün olan məkanlardandır. Ki, bu hədisi Əl-Buxari Səhih kitabında 219 və 221 sayılı rəvayətlərdə, İmam Müslim Səhih kitabında 285 sayılı rəvayətdə və Ət-Tirmizi Sünən kitabında 147 sayılı rəvayətdə və İbn-i Macə Sünən kitabında 528 sayılı rəvayətdə rəvayət etmişlər. Bundan sonra müəllif demişdir ki, hukmu bəvlü səbiy, uşağın sidiyinin hökmü. Ən Ümmü Qeys radiyallahu anhə ənəhə ətət bi ibni ləhə səğirin ləm yəkulü təamə ilə Rasulillahi sallallahu aleyhi ve sellem fəcləsəhu Rasulullahi sallallahu aleyhi ve sellem fi hicrihi fəbələ alə savbihi fədə'a bi məin fənədəhəhu və ləm yəxsilhu. Deməli, Ümmü Qeys radiyallahu anhadan rəvayət edilmişdir ki, demişdir ki, o yemək yeməyən, yəni süd içən, yəni süd əmən daha doğrusu, yemək yeməyən kiçik uşağı ilə Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına getdi və Peyğəmbər sallallahu aleyhi ve sellem həmin uşağı öz qucağında oturtduğu zaman onun paltarına böyül etdi, kiçik bayra getdi və Peyğəmbər sallallahu aleyhi ve sellem yəni əmr etdi ki, su gətirilsin və həmin yerə, o sidik dəyən yerə su çilədi və onu, o libası yumadı. Ki, bu da onun dəlalət edir ki, həmin bu cür etmək, yəni caizdir. Bu hədisi
İmam Əl-Buxari Səhih kitabında 223 saylı rəvayət və İmam Müslim Səhih kitabında 287 saylı rəvayət və Əbu Davud Sünən kitabında 374 saylı rəvayət və Tirmizi Sünən kitabında 71 saylı rəvayət və Nəsai Sünən kitabında 1-ci cild 157-ci səhifədə və İbn-i Macə Sünən kitabında 524 saylı hədisdə rəvayət etmişlər. Bundan sonra müəllif sözünə davam edərək demişdir ki, və ən Əbi Səmh radiyallahu anhu qalə Rasulullah sallallahu aleyhi ve sellem yuxsəlu min bəvli cariyyə və yurəşşu min bəvlil qulam demişdir ki, deməli Əbu Səmh radiyallahu anhudan rəvayət edilmişdir ki, demişdir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, südəmər qız uşağının böylündən yuyulur, yəni bir yerə böyül edərsə, yəni sidiyə gedərsə, həmin yeri yuyulmalıdır və ya həmin libas yuyulmalıdır. Amma yəni südəmər oğlan uşağının sidiyindən isə su çilənməlidir. Yəni yuyulmağa ehtiyac yoxdur. Deməli, bu da ondan irəli gəlir ki, deməli, qız uşağının sidiyi oğlan uşağının sidiyindən daha qəlizdir, daha nəcasəti daha çoxdur. Bu səbəbdən də Peyğəmbər sallallahu aleyhi ve sellem həmin qız uşağından, yəni sidiyindən dəyən yeri, yəni libas və s. həmin yeri yumağı əmr edir. Amma oğlan uşağı, yəni südəmər oğlan uşağının sidiyindən isə yalnız su çiləməklə kifayətlənməyi əmr edir ki, bu hədisi də səhih hədisdir. İmam Əbu Davud rəvayət etmişdir Sünən kitabında 376 saylı rəvayət və İmam Nəsai Sünən kitabında 1-ci cild 158-ci səhifədə və İbn-i Macə Sünən kitabında 526 saylı rəvayət və həmçinin bu hədisin Əli ibn Əbi Talibdən rəvayət edilən şahidi vardır. Hansı ki, o rəvayəti də Əbu Davud Sünən kitabında 377 saylı rəvayətdə, Ət-Tirmizi Sünən kitabında 610 saylı rəvayətdə və İbn-i Macə Sünən kitabında 525 saylı rəvayətdə rəvayət etmişlər. Bundan sonra müəllif demişdir və həzil əhədisu yüstəfədu minhəl əhkəm demişdir, bu hədislərdən aşağıdakı əhkamlar istifadə edilməlidir. Birincisi, nəcasətul bəvlüs səbi, yəni uşağın, südəmər uşağın böylünün sidiyinin nəcis olmasıdır. İkincisi, yuxaffəf fi tadxiril bəvlil qulamız zəkər bir rişi, deyir ki, deməli, oğlan uşağın, südəmər oğlan uşağının böylünün, sidiyinin təmizlənməkdə su çilənməklə kifayətlənməsi və bu da xəfif olan bir təmizlənmədir. Və əmmə bəvlul binti fəyəcibu fihi qasl. Amma südəmər qız uşağının sidiyinə gəlincə onu yumaq, yəni o hara düşərsə, həmin yeri yumaq vacibdir. Və üçüncü, yüştərətə fi zəlikə ən yəkunəl quləmu ləm yəkuli təam vəl-murad ləm yəhsul ləhul ixtizə bi qeyri ləbən alə səbilil istiqlal bimənə ənəhu sara yəştəhi təam biheysu izə muniyə minhu bəkə. Yəni, şərtdir ki, südəmər uşaq yemək yeməyən olsun, yəni südəmmə halında olsun. Əgər bundan o nəticə çıxır ki, əgər, deməli, oğlan və ya qız uşağı fərq etməz, artıq süddən ayrılaraq yemək yemiş olarsa, bu zaman onların ikisinin də sidiyi
böyük adamın sidiyi kimi, yəni nəcis olur. Və bunu da deyir ki, yəni oğlan uşağının, deməli, sidiyindən su çiləməklə kifayətlənmək buna görədir ki, yəni o süd içir və yeməklər yemədiyi üçündür. Çünki yemək yeyəndə insan onu çeynəyir və həmin yeməklər daha qəliz olduğu üçün daha, yəni qəliz, nəcis halında çıxmış olur ki, bu da onun təmizlənməsində daha ağır üslublardan, yəni sudan, yuyunmadan istifadə etməyi gərəkdirir. Bununla müəllif bu yerdə qalırıq, yəni müəllifin bu sözündə qalırıq və 3-cü dərsimizi bu yerdə tamamlayırıq inşallah. Və sonda Allah Subhanahu taalaya həmd səna edirəm inşallah və Peyğəmbərimiz Muhammed Mustafa sallallahu əleyhi və səlləmə, onun əhli beytinə, zövcələrinə və bütün sahabələrinə və gözəl biçimdə qiyamətə qədər inşallah onların yoluna tabi olanların üzərinə Allahın salavatı və salamı olmasını diləyirəm. Vəssalamu aleykum və rahmetullahi və bərəkatuhu.